Her vaxtınız xeyir olsun. Xoş görüşmüşük. Gözəl bir niyyətə görüşmüşük. Xoş bir işə için yürüşmüşük. Mən təklif eləyirəm, məclisimizi, söhbətlərimizi başlamamışdan əvvəl şəhidlərimizi bir dəqiqəlik sükutla yad eləyək. Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizin canını sağ eləsin, işlərini avand eləsin. Allah prezidentimizi, Ali Başkomandanımızı qorusun. Allah əskərlərimizi qorusun. Allah Azərbaycan xalqını qorusun inşallah. Deməli, hər bir rıza kitabdan verilib. Mən danışığımı quracağım əsasən kitab üzərində. Əvvəla bir şey deyim ki, bir var, hamımız bilirik, bir şifahi xalq ədəbiyyatı var, bir yazılı ədəbiyyat var. Şifahi xalq ədəbiyyatı belədir ki, insandan insana, yaddaşdan yaddaşa ötürülə gedir. Amma müəyyən zaman aralığında qırıla da bilər. Və bir tarixdə göstərib ki, qırılır da. Və üstə gələk, yaddaşdan yaddaşa ötürüləndə ya təhrif olunur, ya müəyyən şişirdilmələr aparılır. Amma yazılı ədəbiyyat belədir ki, bu hər zaman tarixdir, bu faktdır. Bu hər zaman hər bir gələcək nəsil əlinə götürüb oxuya da bilər. Xahiş eləyirəm, bir deməli 9-cu səhifəni açın. 9-cu səhifədə Bəhmən Vətənoğlu'nun bir şeiri var. Və mən bildirim sizə ki, Novruz bəy bu kitabı hər şeyindən danışacaq. Həm də deməli içərisində çox yerinə düşən şeirlərdən bəndlər də verib, çox gözəl uyğunlaşan, uzlaşan. Deməli, orada belə bir şey yazıb, fikir versəz. 1000 il bizdən sonra gələn nəvələr, gəlmişik, getmişik, nə biləcəklər? Yadigar qalmasa onlara bizdən, biz nələr etmişik, nə biləcəklər? Nədən biləcəklər? Külə dönmüşük, torpağa çevrilib, gilə dönmüşük, çiçəyə dönmüşük, gülə dönmüşük, dağlarda bitmişik, nə biləcəklər? Doğru düz ünvanı yazmasaq dağa, pərvəriş etməsək bəhrəli bağa, hansı ərazidə, hansı torpağa qarşı bitmişik, nə biləcəklər? Görün necə yerində, məqamında seçilmiş sözlərdir. Zaman gələcək, biz artıq 1988-ci ildən bu yana biz Ərəfsə kəndinə həsrətik, Ərəfsə kəndinin yanğısı içimizdə gedir. İndi təsəvvür eləyin ki, bizim gələcək nəsillər, hər birimizin evimizdəki övladlarımız o Ərəfsə kəndini ancaq bizim dilimizdən, bizim sözlərimizdən eşitmiş olurlar. Bundan sonraki müddətdə onlar bu kitabdan bəhrələnib çox şeylər öyrənə bilərlər. Zaman burada mən kitabı bir təqdim edəcəm, yəni əlavə təqdimatlar da olacaq, əlavə danışanlar da olacaq. Və görəsiniz ki, bu kitab Ərəfsənin lap hardan başlayan qədimdən bəri nələri əhatə edib və onda bir daha əmin olasınız ki, müəllif nələrlə məşğul, hansı əziyyətlərə qatlaşıb bunu ortalığa çıxardım. Deməli, bir sözümə, mən deməli açılışı bundan eləyirəm, indi yəni növbəti söz kimə verəcəm? Kimə verməmişdən əvvəl o adam haqqında bir neçə kəlmə söz danışmaq istəyirəm. Məsələ burasındadır ki, ümumiyyətlə biz millət, biz xalq elə bilmişik ki, yanımızdakini çox qiymətləndirməmişik. Biz əlimizdə olanı çox qiymətləndirməmişik. Deməli, təsəvvür eləyin ki, bir neçə müddət bundan əvvəl çox istəyirəm, oğlum mənə bir rəng elədi ki, ata, Elmar əmi gözəl bir çıxışı, Elmar əmi haqqında bir şey dedilər. Mən də görməmişdim. Dedim, onu göndər, heç məlum oldu ki, Elmar özü də bilmir bunu. Bu nə idi? Deməli, bu erməni söhbəti başlamamışdan biraz qabaq, Mərkəzi Komitədə şöbə müdürü vardı, Daniel Quliyev. Sonra Tarix Muzeyinin direktoru vardı, Akademik Üstə xanım Əzizbəyova. Tarix İnstitutundan Nikolay Makeyev, bir də Dərgah Əsadov adlı adamlar. Bir də o Dərgah Əsadov Partiya Tapşırığı İnstitutundan. Onlar deməli, bir dənə erməni Tevadros Mirzəbekyans. Onun haqqında belə bir səhifəlik qəzet məqaləsi yazıblar, tərifləyib qaldırıblar köyə. Deməli, Arazın göndərdiyi, oğlumun göndərdiyi yazıda canlı çəkilişidir.
o aparıcının adı yadından çıxıb. O deməli vermişdi ki, bu məqalə haqqında yazdı və sonra deyir ki, tarixin üstündə cəsarətli bir Elmar Məhərrəmov adlı cəsarətli bir tarixçi tapıldı və onların bütün bu yazısını alt-üst elədi. O vaxt Elmar Məhərrəmov deməli bunu böyük bir məqalə yazıb, Gəncədən arxivlərdən sənədlər toplayıb gəlməklə böyük bir məqalə yazıb, onları alt-üst eləyib və təsəvvür edin ki, Daniel Quliyev hara, Elmar Məhərrəmov hara, tarixin üstün sırağı bir əməkdaşı və qərar veriblər ki, bunu tutturacağıq. Dalınca Elmar Məhərrəmov məcbur olub, komandirovkaya götürüb harasa başqa yerə getmişdi və dalınca da ermənilərin söhbəti başlayanda elə bunlar öz-özünə güdaza getdilər. Bir də onu bildirim ki, Elmar Məhərrəmov təsəvvür eləyin ki, 1987-ci ildə o Aqambekyanlar gedib orada-burada məqalələr çap eləyib bu Qarabağ söhbətinin başlayanda elə ilk onu ortalığa çıxardanlardan biri Elmar Məhərrəmov olub. Yəni biləsiniz ki, yanımızda əyləşib həmişə sadə fırlanan Elmar Məhərrəmov elə də sadə adam deyil və bugünkü təqdim olunan kitabda Elmar Məhərrəmov məsləhətçi və ön sözün müəllifidir. Yəni bu hər zaman məsləhətlərini verib və bir də açın, hamınızda kitab var, birinci səhifəni açın buranı. Burada görəsiniz, aşağıda Novruzun bir işin xüsusi qeyd edirəm, gələcəkdə bir də qeyd edəcəm. Novruz Mirzəliyev kimdən nə götürübsə, hamısına bir də belə deyək, halallığını alıb, hamısının adı qeyd olunub ki, bu filankəs yazıb. Bax, sol tərəfdə baxın, xəritənin müəllifi, tarix üzrə fəlsəfə doktoru Ameya Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarix Şöbəsinin aparıcı elmisi Elmar Əlioğlu Məhərrəmov. Deməli, indi Elmar Məhərrəmov burada iştirak eləyir. Mən ondan xahiş eləmişəm ki, bir neçə kəlmə yox, kifayət qədər kəlmələrlə bu kitab haqqında danışsın. Bir dəqiqə bağışla. İndi mən bunu götürəcəm sənin sinab elə. Buyur. Çox sağ ol. Salam aleyküm, əvvəla xoş gördük hamınızı. Həmişə xeyir işlərdə olasınız. Həmişə belə mehriban olasınız bir-birinizlə. Mən çox danışıb vaxtınızı almaq istəmirəm, amma qısaca bir neçə söz deyəcəm. Kitab haqqında təbii ki, hamınız bu kitabı oxuyasınız. Çünki o elə bir maraqlı kitabdır ki, onu evinə aparan mütləq oxuyacaq. Bunun oyan-buyanı yoxdur. Ola bilər tez, ola bilər biraz yavaş-yavaş, amma hamınız oxuyasınız, hər şeyi biləsiniz və burada da kitab haqqında çox danışan olacaq. Amma mən bir neçə başqa söz demək istəyirəm, öz tariximizdən. Biz sizinlə, ərəfsəllər bilirik ki, bizim hamımız türkük. Amma bizim adımız birdən-birə dəyişdirildi, qoyuldu Azərbaycanlı. Bunu hamınız bilirsiniz. Niyəsini bilmirsiniz. Niyəsini deyin. Əgər yadınıza gəlirsə, yaşlılar bilir bunu, amma uşaqlar da yəqin eşidib evdə. Biz rayona gedəndə, ya bir yana gedəndə haylarla rastlaşanda bizdən soruşurdular, hayes Türkes. Yəni, haysan yoxsa Türksən. Biz də dili bilmirdik, onlara deyirdik Türkes. O da söyüş kimi qəbul olunurdu, yəni sən Türksən. Onlar da dəhşətə gəlirdilər. Nəsə, bu tariximizi biz yadımızda saxlamalıyıq. Biz türkük. Ermənilər isə, biz əslində erməni bizim ayrı-ayrı qruplarımızdır. Bunu biz bilmirik. Niyə? Ona görə ki, yadımızdan çıxıb. Və bizim adımızın dəyişdirilməsinin də əsas səbəbkarları SSR Ali Sovetinin sədri Mikoyan, bir də Mərkəzi Komitənin birinci katibi Stalin idi. Məqsəd nə idi? Məqsəd bizim adımızı Azərbaycanlı adlandırmaqla bizi indiki Ermənistan deyilən yerdən, yəni Qərbi Azərbaycandan hamımızı Azərbaycana köçürməkdir. Siz Azərbaycanlısınızsa, gedin Azərbaycanda yaşayın. Ermənistanda yaşamayın. Amma erməni onların adı deyil. Erməni ərmən sözündən əmələ gəlmiş sözdür. Ərmən bizim dilimizdədir. Ər, yəni mən kişiyəm. Ərmənəm. Bunlar o adı oğruyublar. Nətər olur? Öz dillərində hay adlanır. Başqa dillərdə erməni və ya ərməni. Necə olur bu? Düz gəlmir axı. Qəti düz gəlmir. Və
Bu məqsədlə Sovet hökuməti indiki Ermənistan deyilən yerdən küllü miqdarda Azərbaycanlıları, bizim türklərimizi köçürtdülər. Qarabağa, başqa yerlərə. Təxminən 150 min nəfər. Və yenə də köçürtmək istəyirdilər, sonra aralar biraz qarışdı, cəmaat geri qaydan oldu və bu köç dayandırıldı. Ümumiyyətlə, bizim xalqımız, türklər, bütün dünyaya Azərbaycandan yayılıb. Elə qeyri-adi şeylər ortaya çıxır ki, adam bir balaca tarix ilə, xəritə ilə məşğul olanda, o tamamilə qeyri-adi şeylərlə rastlaşır. Bizim ən böyük çayımızın adı Kürdür. Xəzər dənizi nəzərə alınmasa, ən böyük gölümüzün adı Urmudur. Düzdür, indi İranda ona Urmiya deyirlər, amma bizim dildə İya sözü yoxdur da bilirsiniz. Mən xəritə çəkməyə başlayanda, uzaq şərqdə, Çindən də o yanda, Xabarovsk krayda bir də gördüm iki çay birləşib, çayın birinin adı Kür, birinin adı Urmu. Gəlib tökülür Donquz çayına, o da gedir tökülür Amura, oradan da Sakit Okeana. Necədir sizin üçün? Qeyri-adidirmi? Bizim Kür çayının adını Rusların çəkdiyi xəritələrdə əvvəllər Kur yazırdılar adını. 1830-cu ildən bu yana keçəndə onu Kura yazdılar. Yenə də dərd götürdü məni, bu niyə belədir? Çox axtarışlardan sonra həm Kürü Urmunu tapdım, Şimali Qafqazda 5 dənə Kür çayı və indi Rusiya Ukraynaya hücum eləyib, ondan vuruşur. Ukraynada onun bir vilayətini tutubdur. Orada vilayətin adı necədir? Kursk vilayəti, eləmi? Kursk harada yerləşir? Kür çayının və Kür gölünün üstündə. Yəni bu sözlər, bu adlar Ruslar özləri uydurmayıblar. Bunu türklər qoyub bu adlar, özləri ilə aparıblar. Kür sözü bilirsiniz də nə deməkdir? Belə aşıb daşan, özündən çıxan, coşqun, kükrəyən. Təsəvvür eləyin ki, türklər buradan yayılıb uzaq şərqə gedib, oradan da Avropaya geriyə 1000 illər, 18 min il gəziblər. İndiki Rusiyanın ərazisi ta Macaristana qədər. Əgər köhnə xəritələrə baxsanız, tarixə müraciət eləsəniz, onun adını görəsiniz, Dəşt-i Qıpçaq, Qıpçaq çölü. Qıpçaqlar kimdir? Orta Asiya türkləri. Qazaxlar, Qırğızlar, biz Oğuz türküyük. Biz ömrü boyu vuruşmuşuq. Əlimizdə qılınc, xançal, ox, nizə vuruşmuşuq. Amma tarix yazmaq yadımıza düşməyib. Əvvəllər başqaları bizim tariximizi yazıblar qısaca. Amma sonra görəndə ki, biz birazca yüksəlmişik və qorxulu olmuşuq, bizə qarşı birləşiblər və yavaş-yavaş adımızı da dəyişdiriblər. O tarixi başqalarının adına yazıblar. Yəni bizim tarix deyil. Niyə yazmamışıq? Ərəbsəmiz haqqında da yazmamışıq. Bizim tariximizi nümunə kimi, mən istəyirəm Novruz müəllimin adını qeyd edirəm burada. Tarixçilərimiz, özümüz, başqalarımız yazmamışıq. Nə Ərəbsə haqqında, nə Zəngəzur haqqında, nə o birilər haqqında. Düzdür, mən yazmışam, hələ çap elətdirməmişəm, amma yenə də. Bu işi birinci Novruz müəllim eləyib. Mən istəyirəm, bax, belə geniş mənada söhbət eləməyimin əsas məqsədi bu kişinin rolunu bildirməkdir. Görün, bu nələr eləyibdir. Əsl vətən oğludur. Çox sağ olsun, çox var olsun. O tariximizi yaddaşlara saldı. Gələcək nəslimizin yadına saldı. Nəsillər 100 illərlə, bəlkə də 1000 illərlə bunu axtarıb tapacaqlar onun kitabını. Çox sağ ol Novruz müəllim. Bu sənin böyük xidmətindir. Vətən qarşısında, kəndimiz qarşısında. İndi əgər bir anlığa Ərəbsəni nəzərə alsaq, bir dənə bu dağılmışı versin Allah. Ərəbsədə indi ev qalmayıb. 3-4 dənə ev qalıb. Mən də onu xəritədən götürmüşəm, internetdən gətirmişəm ki, baxasınız.
Amma Axıncı səhifəsini açsaq orada görək. Axıncı bir dənə də şəkil göstərim. Ərəfsənin orta hissədən bir balaca. Baxın, buyurun. Ərəfsədə evlərimizin hamısı daşdan tikilmiş evlər idi. Hamısı şiferli idi. Üstü örtülü idi. Yəni yağışdan filandan qorunan qəşəng evlər idi. Bunları ona görə gətirdim ki, yadınıza salam. Ərəfsə ən müasir kənd idi. Amma indi Ərəfsədən heç nə yoxdur. Bizim nəslimiz bunu hardan axtaracaq? Ancaq Novruz müəllimin bax bu kitabından axtarıb tapacaqlar. Çox sağ ol Novruz müəllim. Allah köməyin olsun. Yox, mənim niyə? Sən yazmışsan. Mən elə belə yoldan keçən bir oxucu kimi orada ümid eləyirəm ki, hamınız o kitabı oxuyasınız. Bir vətənpərvər kimi, bir el oğlu, el qızı kimi ona dəyər verəsiniz. Mən yenə də minnətdarlığımı bildirirəm sənə. Mənə elə gəlir dediklərim kifayətdir. Allah sizə can sağlığı versin. kifayət birazdan sonra yenə danışacaqsan. Ola bilər. Məqam gələcək, özünü saxlaya bilməyəsən. Ola bilər, ola bilər. Allah köməyiniz olsun, var olasınız, can sağ Sağ ol olasın. Elmar müəllim. Sağ olun, sağ olun, sağ olun, sağ olun. Can sağ olun. Deməli, Elmar müəllim qeyd elədi. Zaman çox danışanlar olacaq, çox adamlar sözlər deyəcək. Kitabı mən əminəm ki, başlasaz dayana bilməyəsiniz. İnanın ki, deməli bu kitabı mənim oxumaq tarixçəm biraz başlanğıcı necə oldusa, Novruz bəylə danışdıq, razılaşdıq ki, göndərsin mənə, elektron variantda göndərsin, bir yerdə baxaq. Mən müəlliməm də bilirsiniz. Neçə illərdir müəllim olmağıma baxmayaraq, mən hər zaman dərsə, əsasən də mühazirələrə hökmən hazırlaşmalıyam, hazırlaşıb getməliyəm. İnanın ki, bu mənə elə bir işə saldı ki, mühazirə zad demək olar ki, yaddan çıxdı. Dərsin arasında da bir də baxdım ki, mən açıb hökmən oradan nəsə oxuyuram. Heyranlıqla oxuyuram. İndi zaman siz də açandan sonra, kitab ortalığa çıxandan sonra mən bunun əzəmətini bir daha hiss elədim. İndi kitab oxuyanda özünüz görəsiniz. Amma indilik bilmək istəyirəm, açasınız, mən səhifə deyəcəm bəzi şeyləri. Məsələ burasındadır ki, bu Ərəfsəyə Hortüzdən Ərəfsəyə gələnlər sofurlar. Bu məlumdur ki, elə kimlərdən, tarix faktlardan kimlərdən deyirsən, deyir Qaramanlı tayfasıdır və Türkiyədən gəlmədilər, Diyarbəkir tərəfdən gəlmədilər. Novruz bəyin bir kitabında səhifə 14-dən axırıncı abzasdan başlayıram oxumağa. Deyilənə görə Qarabağa köç edən zaman üç qardaş olublar. Hacı Qaraman, əsl adı Əhməd Çələbi, Əsəd, mötəridə Pir Əsəd, bir də Sofu. Hacı Qaramanın törəmələri indiki Çələbilərin olduğunu, Əsədin sonsuz olduğunu, övladı olmadığını, Sofunun isə törəməsi indiki Sofulların olduğunu deyirdilər. Belə ki, bir çox mənbələrdə Sofulların 17-ci əsrin əvvəllərində Azərbaycana qaçqınlıqmı, yoxsa iskan olunmalarınmı? Məsələ burasındadır ki, burada bəzi sözlərə rast gələsiniz, gündəlikdə işlədilməyən və Novruz müəllim o sözlərdən də istifadə edir. Bax, məsələn, iskan olunmalarımı, mötəridə məcburi köçürülmə, köç etmələrimi və Qaraman tayfa birliyinə aid olmaları barədə şifahi yazılı məlumatlar yer almaqdadır. İndi oradan müəyyən şeylər bıraxıram. Buradan sonra deməli, oxuduqca görəsiniz ki, bu adam o qədər mənbələrdən istifadə edib ki, köçürülən Qaramanlılar əsasən Azərbaycanın qərb bölgələrində, xüsusilə Qarabağ və Gəncə ətrafında məskunlaşdırılmışlar. Məsələ burasındadır ki, Qaramanlı tayfası təkcə biz bildiyimizdən başqa, məsələn, Gürcistanın bir Qaraçöp kəndi var, orada kifayət qədər Qaramanlılar var. Bu Neftçalada kənd var, kifayət qədər Qaramanlılar var. Yəni artıq müxtəlif yerlərə gedib. Novruz müəllim burada həm də onların oradan köç etmə səbəbini də qeyd edib bir müddətdən sonra. Məsələn, buradan deməli, sarı aşığın araşdırılması mənbələrdə çox azdır bu. Sarı aşıq hamımızın yadınızda var. Biz gələndə yol üstü görərdik oradakı sarı aşıq. Burada sarı aşığı deməli Bəhlul Əfəndi Behçət sarı aşığı araşdırıb və orada belə bir sual verir. Bayatı şairi kimdir sualını cavablandırmağa çalışan Behçət Əfəndi yazır ki, onun rəngi sarıbəniz olduğundan yoldaşları arasında ona sarıca deyirlərmiş. Əsl adı Nəbidir.
Bəhlul Belçəri Sarı Aşığa Bəhlul Belçəri, Belçət adı Bəhlul Belçəti. Sarı Aşığa bağlayan başqa səbəb odur ki, Bəhlul Əfəndi də Sarı Aşıq kimi Qaraman boyundan idi. Yəni Sarı Aşığın özü də Qaraman boyundan olub. Orta Asiyadan Əfqanistana, Hindistana, Anadoluya, Qafqaza yayılan Qaraman türkləri həm döyüşkənliyi, həm də elmli, bilikli olmaları ilə həmişə seçiliblər. Bəhlul Əfəndinin tədqiqatlarından bəlli olur ki, Qaraman oğulları yaxud Qaraman Bəylərbəyliyi adlandırılan mərkəzi Konya şəhəri olan bu dövləti Osmanlı İmperiyası məhv etdikdən sonra Qaramanlar, bu üsyankar türklər müxtəlif yerlərə səpələniblər. Sonra Sarı Aşıq haqqındakı o özünüz hamınız şeirlərdən oxumusunuz. Orada Sarı Aşığın həm də Qaramanlı olmağını özünün şeirindən gətirir. Aşıq Qaramanlıdır, xalın qaramanlıdır. Yaxşının tənəsindən yenə qar amanlıdır. O sonradan yadınızdadırsa, xalq arasında çox oxuyurlar. Məsələn, o bəndi də burada verib ki, aşığı tərsinə qoy, təni tərsinə qoy. Yaxşını qibləsinə, aşığı tərsinə qoy. Mənim ata-babam tərəfdən köküm Xəlillidir. Ata-nənəm tərəfdən köküm Əzzalıdır. Xəlillə Əzzalı qardaş olublar. Təbii ki, bir kişinin övladları olan qardaşın biri bir kənddən, digəri isə başqa kənddən olması ağlabatan deyil. Yəni, o dövrdə bilirsiniz də, yəni gedib o bir kəndlərin əlaqələr o qədər də çox olmuyor. Amma qaçqınlığın aqibəti və yəqin ki, o zamanın reallığının nəticəsi olaraq Xəlil babamgil bir müddət indiki Qubatlının Boyunəkər kəndində məskunlaşmışlar. Hətta babam Fəthullah deyirdi ki, Boyunəkərdə Xəlilin evinin kalafalığının hələ də o kənddə Boyunəkərdə durduğunu və bu kalafalığın Xəlilə mənsub olduğunu mənə göstərənlər olmuşdu. Digər babamızın, Əzzalının isə indiki Hadrutun Dolanlar kəndində məskunlaşması, eyni ilə eyni kökdən gələn Haqverdigillərin bir qisminin Qapanın Oxçusunda, bir qisminin Qarakilçənin Hortuyuz kəndində, digər bir qisminin Tivi kəndində yaşamaları, sonra Hasanlıların Qılbalı uşağının, Kərələlilərin Qapanın Qaraçimən kəndində bir müddət məskunlaşmaları, Qılbalı uşağının 1988-ci ilə qədər də orada qohumların olmaları haqqında məlumatlar şifahi yaddaşdan bugünümüzə qədər gəlib çıxmışdır. İndi o şifahi yaddaşdan bugünə qədər gəlib çıxmışdı, bundan sonra ötürüləcəkdimi? Yaxşı ki, bu kitab ortalığa çıxıb ki, bugündən sonra da ötürüləcək. Qubatlının Çərəli kəndində ayrıca həmin cəmaatdan ibarət Sofulu məhəlləsi var idi. Araşdırmacı mənbələrdə Qafanın mədən əraziləri yaxınlığında 1897-ci ildə Sofulu Qışlağı adlı 76 nəfər əhalisi olan Azərbaycanlılar yaşayan kəndin olması və sonradan bu kəndin Qafan şəhərinə qarışması da qeyd olunur. Biraz sonrasında növbəti səhifələrdə belə bir şey qeyd olunur. Deməli, mövcud məlumatlara əsasən təkcə 1828-1830-cu illər arasında Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı Türkiyəsindən isə 90 min erməni köçürülmüşdür. Ermənilər Qarabağ ərazisinə köçürülməsi sonralar da davam etdirilmişdir. Cənubi Qafqazda isə olan 1,3 milyon erməninin 1 milyondan çoxu köçkünlər idi. Köçürülənlər. Burada məqsəd nə olduğu zaman-zaman onsuz da hər birimizə məlum olub. Çar Rusiyasında o dövrdə qərara gəliblər ki, həm də demografik tərkib dəyişilməlidir. Yəni, Qarabağa yerləşdiriblər bütün Azərbaycan ərazisinə, Azərbaycanlıları sürgün ediblər sonra zaman-zaman. Növbəti səhifələrdə, deməli, 19-cu səhifədə belə bir şey oxuyuram. Deməli, 1918-ci ildə Hortuyuz ermənilər tərəfindən dağıdılıbsa və deyilinlərə görə Hortuyuzluların bu kəndə yaşamı təqribən 70-90 il arasında sürübsə, onda onların Hortuyuz kəndində məskunlaşma tarixi aşağı-yuxarı 1830-40-cı illərə təsadüf edir. Bu cəmaat həm də Ərəfsədə də cəmi 64-65 il yaşamlarını sürdürə bilmişlər. Təsəvvür edin, mənim yadımdadır ki, indi yəqin hər birinizin yadında olur. Məsələn, dədəm də deyirdi ki, o vaxt deyil, gördüm, yaxsaqqallar danışırlar ki, Hortuyuzun yaşı 100 olmadı. Novruz müəllim burada qeyd edir ki, 70-90 il arası. Və bizim işimizə baxın. Təsəvvür edin ki, bir dəfə oradan köçkün gəlib düşüb, məsələn, Hortuyuzlular deyirdi, hələ Qaramanların hamısını demirəm.
Hortuyuzə bir 79, bir 90 il tutaq ki, orada yaşayıblar. Oradan məcburi köçkün düşüblər. 80 ilə yaxında yəni. Sonra təzədən oradan qaçqın düşüblər. Qaçqın düşəndən sonra da bu olub keçən əsrdə də gediblər Naxçıvan üzrə əsasən. Ondan sonra təzədən bir də qayıdıblar Ərəfsiyə. Ərəfsiyə qayıdıblar təxminən 26-28, 24-dən başlayaraq qayıdıblar. O da bir 65, 88-də də, 1988-də də dağılıb. Deməli, haşiyə çıxır orada. Tarixi xronologiyanı geri qaytarmağa, tarixi xronologiyanı geriyə saymaqla hesablasaq, Ərəfsədən 1988-ci il qaçqınlığı, Hortuyuzdan 1918-ci il qaçqınlığı, indiki Cəbrayıl rayonunun ətraf bölgələrindən təqribən 1830-40-cı illərə təsadüf edən qaçqınlıq, Diyarbəkirdən 17-ci əsrin ilk 10 illiklərinə təsadüf edən qaçqınlıq və hətta doğrudan da sübut edə biliriksə də biz Sofullar olaraq Oğuzların Qaraman tayfa birliyinə, sonradan Türkmenlər adlanan Oğuzun Əfsar qolundanıqsa, deməli ki, elə daha öncəki qaçqınlığımız da Sırdərya və Yeddisu. Yeddisu mətəridə yazır, Yeddisu qədim Türk və Monqol mənbələrində adı çəkilən tarixi coğrafi bölgədir. Yəni bunları oxumaqda məqsədim odur ki, bunu hər biriniz oxuyasınız. Zaman zaman unudulur, amma unudulduqca qayıdıb bir də baxdıqca bir də məhtəl qalırsan ki, bu kişi gör nələr eləyib, nələr araşdırıb. Biz bunları oxuyanda Novruz müəllim burada belə bir şey qeyd eləyir. Doğrudan da bu bir gerçəklikdirsə, onda qaçqınlıq alın yazımızdırmı? Əcəba bundan o yana içimizə mi qaçqın düşəcəyik? Allah eləsin düşməyəcəyik inşallah Allahın köməkliyi ilə. Deməli, bunlar əlbəttə ki, çox ağrılıdır, çox belə adamı hər cürə sızıldadan bir şeydir. Biraz istəyirəm, biraz ruhun dəyişəm ayrı istiqamətə. Məsələ burasındadır ki, deməli, səhifə deyəcəm. Burada qeyd etdiyim çox şeylər var. Sofullar kimdir, növbəti paragraf odur. Sofullar sufilərmi, yoxsa Sofu kişinin övladlarımı və buralardan yenə danışacağım. Amma istəyirəm bir yeri açarsınız, deməli, səhifə 54-də açsın, zəhmət olmasa. Səhifə 53-də var ki, elə diqqətinizə çatdırdığımız biləsiniz ki, bu şəcərə deyilən şey, məsələn, mən vaxtı ilə bizə aid olan şəcərəni yazmışam. Onu Novruz müəllimə vermişdim, o da burada salıb. Ona qədər ki, bu şəcərələrdə ola bilsin ki, hansısa bir qeyri-dəqiqlik ola bilər. Çünki bir çoxu yaddaşdan yaddaşa ötürülə gəldi, çıxıb. Ola bilər ki, hansısa bir şey yaddan çıxmış, düzgün olmaya bilər. Yəni, bunu siz nəzərə alasınız. Novruz müəllimin özü də bunu dəfələrlə qeyd edir. Və bir daha bir şey deyim ki, Novruzun bir üstün xüsusiyyatı odur ki, hər bir adamdan fakt olaraq halallıq alır. Məsələn, burada yazıb ki, qeyd edim ki, şəcərə Uzun Məhəmməd və Esaq babaların dedikləri ilə oğulları Qəmbər və Həmzə tərəfindən yazıya aldıqları əsasında tərtib olunmuş və biraz da köhnə kişilərin yaddaşına istinad edilmişdir. Ümid edirəm ki, gözəl qonşularım, rəhmətliklər Qəmbər və Həmzə dayıların övladları mənim bu addımımı onların müəlliflik hüquqlarına toxunmaq kimi qəbul etməzlər. Yəqin ki, bu halallığın istəməkdir. Yəni, mən fikirləşirəm halallığını alıb. Və burada bir şeyə qeyd edirəm. Sol aşağı küncə baxın. Araşdırdı və bir yerə topladı. Mart 2014. Təsəvvür edin, bu adam neçə illər bu işlə məşğul olub. Hələ bu 2014-də üzə çıxan. Yəqin ki, elə şeylər var ki, bəlkə də 2000-ci ildə. Hələ bu təsəvvür edin ki, bu adam, indi birazdan o tərəfdə bəzi şeylər çıxardacağım. Kənddə olduğu müddətdə də kimlərdənsə oturub yaddaşlardan qalan şeylərdən yazıb götürüb özü üçün. Və burada baxın, kim istəsə, hər bir bacı ilə bağlı şəcərə var. Məsələn, mən konkret tutaq ki, anam tərəfi tutdum ki, tapdım ki, burada hansıdır. Siz də hər biriniz baxsanız, görəsiniz ki, hansı o Mehriban bacılarından, Mehriban xanımın, deməli, Ramazan və Mehriban törəməsindən olan hansı bacılardan sizin qaynağınız var. Yəni, onları biləsiniz elə. Deməli, məsələn, 93-cü səhifədə, sonra qaydacam ora, bir də qaydacam ora. 93-cü səhifədə Sofullar kəngərlilərdirmi adlı bir sual verir. Və onu o qədər gözəlliyi ilə bir təhlil eləyir, izah eləyir ki,
Şoförlar kəngərlidirmi ya yox? Onu diqqətlə oxuyasınız. Və burada bir şey, özümə bir şey qeyd eləmişəm. Deməli, uzun illər bundan əvvəl, lap uzun illər bundan əvvəl şair Rüstəm Behrudinin bir şeiri çıxmışdı və şeir çıxan kimi də dünyaya çox səs saldı. Başlanğıcı belə idi ki, yolunu gözlədim hər səhər axşam, salam dar ağacı, əleyküm salam. Əcəllə ölməyə doğulmamışam, salam dar ağacı, əleyküm salam. O vaxt oxuyanda biraz belə, yox, burada Novruzun kitabındakı bəndi oxuyanda biraz elə ki, birtəhər olmuşdum. Amma indi bu kitab şəklində ortalıqda gələndə məni vahimə bastı, nə mənada? O hansı millətdir, taleyi sirdir, 100 adla bölündü, yenə də birdir. Məni huzuruna bu dərd gətirdi, salam dar ağacı, əleyküm salam. Mənə elə gəlir ki, bir xalqın, bir millətin, bir toplumun şəcərəsini araşdırmaq, qədim köklərini araşdırmağı qarşıya məqsəd qoyub və bunu ortalığa çıxardan adam birinci növbədə o dar ağacın gözünün qabağına gətirib addım atır. Nəyə görə? Araşdırmalar nəticəsində elə bir material vəsait ortalığa çıxarda bilər ki, cəmaat onu yamanlayar, ictimai qınaq ola bilər, yəni pis ola bilər, yaxşı alınmaya bilər, qəsdən ya qeyri-qəsdən pis alına bilər. Onda o müəllif faktik olaraq o dar ağacı başının üstündə olmaq o mənada. Yəni vahimə məni ona görə bastı ki, elə bu adam o dar ağacın gözünün qabağına gətirib. Bəlkə də müəllif yazanda heç bunu o fikrindən yazmayıb. Amma mən belə qəbul elədim. Çox şükür ki, elə bir əsər ərsəyə gətirib ki, nəinki dar ağacına çəkmək, əksinə onu biz göylərə qaldırmalıyıq. Biz hər zaman onu qeyd eləməliyik, bildirməliyik, ona sağ ol deməliyik. Mən bu məqamda istəyirəm hamı Novruz bəyə bir sürəkli alqış eləsin. 80-ci ilin yadımdan çıxıb bəlkə sentyabr, oktyabr, noyabr ayların birində ondan qabaq cavanlara deyirdim ki, Facebookda bir qrup açın ki, kəndimiz haqqında müəyyən əhvalatlar olanda o bir-birinə ötürülsün, bir-birinə deyilsin. Çünki özüm bacarmırdım açığı, yaşıma görə bəlkə. Sonra gördüm, heç kimdən xəbər çıxmadı. Bir gün elə özüm fikirləşdirmək oturub birtəhər eləyəcəm bunu. Nətərsə birtəhər ortalığa bir şey çıxartdım, adını qoydum Zəngəzur Ərəfsə və başladım cəmaatı ora dəvət eləməyə. Onları mən dəvət eləyəndə sonra başladıq yazılar yazmağa. Yazılarda mən 3 his keçirtdim. Birinci, çox təəccübləndim. İkincisi, bir xəcalət hissim oldu. Üçüncüsü, çox qürurlandım. Təəccübləndim nəyə görə? Bilmədiyim, tanımadığım, yəni elə bil ki, tutaq ki, mən kənddən gəlmişəm, orada uşaq olub, yaxud da harıca ötə düşüb, o qədər görməmişəm. Elə gözəl yazılar yazdı, elə gözəl yazılar yazdı ki, ona çox təəccübləndim. Xəcalət çəkdim ona görə ki, mən niyə bunları bilməmişəm? Mən heç kimə, siz açıq bizi tanıyırsınız, heç kimə yuxarıdan aşağı baxmamışam. Sadəcə bilməmişəm. Niyə bilməmişəm? Ondan xəcalət çəkdim və üstə gələk çox qürurlandım. Qürurlandım ki, bu mənim elimin, obamın, mənim millətimin, mənim qohumlarımın adamlarıdır, belə gözəl yazı yazarlar. Onlardan mən elə ilk kəşf elədiyim adam birincisi Novruz bəy olub, Novruz müəllim olub. Sonra çox adamlarda çox yazılar çıxdı. Bizim kəndimizdə çox adam deməyəsən, yaxşı şeir yazmaq qələmi varmış. Və sonra orada görürdüm bir xanım çox gözəl yazılar yazır, çox gözəl mühakimələr yürüdür, belə məntiqlə gözəl. Və o xanım bugün burada əyləşib. O bizim Novruz bəyin əmisi qızı Müşfiqə xanımdır. Müşfiqə xanım, xahiş eləyirəm, gəl burada bir kəlmə səndə, ya elə oradan bəlkə eşidilməz. Hər vaxtınız xeyirli olsun, əziz və doğma insanlar, mehriban dostlar, yoldaşlar. Hamınızı ayrı-ayrıqda ürəkdən salamlayıram. Hər birinizi bu özəl və gözəl gündə can sağlığı, könül xoşluğu və gözəl əhval-ruhiyyə arzu edirəm. Hörmətli ziyalılarımız, hörmətli yaşda məndən böyük olanlar, ilk öncə sizin qarşınızda söz demək mənim üçün həm çətin, həm məsuliyyətli, həm də qürur vericidir. Bu baxımdan da dəyərli ziyalılarımız, məndən böyüklər, sözümdəki qırılmalara görə, nə bilim, ola bilər ki, hansısa cümlələri bir-biri ilə bağlaya bilməyim. Bu başdan sizdən buna görə üzr istəyirəm və sözümü davam etmək istəyirəm. Əlimizdə tutduğumuz bu kitabı çox təəssüf ki, biraz az öncə mənə əlimə keçdi, yəni oxumaq mənə nəsib oldu.
bu kitabı vərəqlədikcə inanın ki, bir insanın zəhmətinin, nə qədər əziyyətinin bəhrəsi olduğunu gördüm, müşahidə elədim. Ziyalılarımız yəqin ki, məndən razılaşarlar. Bəzən bədii ədəbiyyatı yazmaq məncə daha rahatdır, daha tez əldə olunan bir nəticədir. Çünki bədii ədəbiyyat bir insanın təxəyyülü, Allah tərəfindən ona verilmiş bir, necə deyirlər, ilham pərisi vasitəsilə ona yönəlmiş fikirlərin qələm vasitəsilə kitaba, vərəqə köçürülməsidir. Amma bu cür faktlara əsaslanan, araşdırmalar tələb eləyən, yəni hər bir faktın arxasında əsaslandırılmış tarixin qeydin olması heç də asan başa gəlməyib. Yəqin ki, məndən əlim, yəni heç də asan başa gəlməyibdir. Bu baxımdan da müəllifə xüsusi bir təşəkkür, dərin bir hörmət hissi, ehtiramla könül xoşluğum, bütün arzularımı çatdırıram. Kitabı oxuduqca məndə açığı bir neçə fərqli hisslər yarandı. İlk hissim qürur hissi idi, fəxr hissi idi. Çünki yəni soy kökümüzün, elimizin, ev-babamızın bu qədər dərin bir köklərə, yəni bu qədər geniş bir coğrafiyanı əhatə eləməsi açığı məni valeh elədi. Cəbrayıldan ta ki Diyarbəkirə, bir Afşarlar, nə bilim, soy kökünə dayanmağımız qürur hissi keçirtdi məndə. Və deyirlər, keçmişin tanımayanın gələcəyi olmaz deyirlər. Və bu kitab vasitəsilə ən azı keçmişimizin bir, necə deyim, hansı bir nəslin nümayəndəsi olduğumuzu çox böyük fəxrlə dilə gətirirəm. Və bir də ki, bir şey deyim ki, bu fəsli oxumaq məncə heç də bir dəfiyə, yəni bunu dərk eləmək qeyri-mümkündür. Birinci fəsli davamlı olaraq, yəni mən bunu öz adımdan deyirəm, məncə bunu davamlı olaraq oxuyub, davamlı olaraq mütaliə eləmək lazımdır ki, bu fəslin nə qədər, nətədim, bir şanlı, şöhrətli bir keçmişinin olduğunu başa düşək. İkincisi, hissim məndə çox kövrək xatirələr apardı. Yaş baxımına görə mən düzdür, Ərəfsədə çox da o qədər xəyallarım çox olmasa da, amma mənim o dar küçələri, nə bilim, o yazın daşqın çayının səsi, yayda isə o çayın zümzüməsini bir növ gözlərimin önündə canlandırdı. Deyirlər, Aşıq Halının belə bir sözü var, sənli, sümbüllü, tərbənövşəli, yaylaq bizim yaylıqlara bənzərsən. İçən ölməz abi kövsər suyunu, bulaq bizim bulaqlara bənzərsən. Bu baxımdan, yəni biz harasa bir yerə gedərkən, bir dağı görərkən, bir filanı görərkən, bir bulağı görərkən, həmişə öz kəndimizin nəsə bir parçasını orada görürük. Hər zaman o bulaqların suyunu içəndə deyirik, yox, Ərəfsən bəlkə də elə deyildi, bəlkə də adi bir kəndidir bizim üçün. Amma bülbülə deyirlər ki, Qaratikan kolu onun üçün vətən olduğu kimi üçün, o bizim vətəndir, o da bizim üçün çox əzizdir. Növbəti hissimsə, çox açıq deyim ki, o qədər məndə bir dərin bir kədər hissi oyatdı. O qırğınlar, o faciələr, o necə deyim, sonu olmayan bir xəstəliklər, nə bilim, qaçqınlıq, məcburi köçkünlük, hələ bu ilk bizdən öncəki, yəni bölümü demək istəyirəm. Çünki o hortuz qırğınları açığı düzünü deyək ki, yəqin ki, məndən burada çox insanlar razılaşar ki, bizim açığı bu qədər təsəvvürümüz yəni yoxdur. Sadəcə mən, üzr istəyirəm, bir haşiyəni çıxacam. Mənim rəhmətlik lələmin sözlərindən mən yalnız və yalnız və bir də ki, bir dəfə... Biz bura yaxına, onlar da işçin, hə. Bir dəfə, yəqin ki, hamı razılaşar bu sözlərimlə ki, may ayının sonunda məktəblər bitən zaman məktəb uşaqları ilə birlikdə hansısa bir pirə gedərdik. Salvartı piri, qıqlar o müddətdə yəqin ki, gedilərsə mümkün olmadığı üçün biz əksər hallarda yeylaq birinə gedərdik və bir dəfə uşaqlarla biz həmin yeylaq birindən aşağıya Hortuz deyilən bir əraziyə biz getdik. Orada mən uçuq, sökük nəsə bir şeyləri gördüm. Açığı orada mənə bilmirəm, nədənsə elə bir ağır, bir vahiməli bir nəsə bir elə bir təəssürat yaratdı. Və mən gəldikdən sonra mən lələmin dilindən bəzi şeyləri ancaq eşidə bildim və açığı bu kitabı da və
o sözləri oxuyarkən, o qırğınları mən oxuyarkən mən fikirləşdim ki, bu müəllifə necə ağır bir təsir eləyib. Bəlkə də onun saçının ağarmağı belə o kəlmələrin hər birini yazanda o yazarın, müəllifin saçının bir teli ağarıbdır. Və mən bir şeyə çox şadam ki, məncə o ruhlar bugün şaddılar. O ruhlar bugün, bəlkə də o ruhlar da buradadılar, bizimlə birlikdədirlər. Təəssüf ki, biz onları görmürük, amma onlar bizi görürlər, duyurlar. Məncə bugün ata-babalarımızın da ruhları şaddır. Bu ata-babalarımızın ruhları bizə nəsə bu deyimlərlə bərabər bir başqa bir şey də demək istəyirlər ki, biz unutduq, siz unutmayın. Biz unutdurduq, siz unutdurmayın. Gəlin, hamılıqla birlikdə stollarımızın üstündə, nə bilim, cürbəcür məzələrimiz olur, cürbəcür Allahın neymətlərini düzürük. Bu məzələrlə bərabər o kitabı da qoyuq stolumuzun üstünə və ən azından arada bir uşaqlarımıza, övladlarımıza bu kitabı vərəqləməyi, onun o içindəkiləri ən azından bir an oxuyub bir mütaliə eləmələrini tövsiyə eləyək və inanıram ki, bu bizim borcumuz, bu bizim məncə vətəndaşlıq görəvimizdir türklər demişkən. Hər birinizə bir daha can sağlığı arzu edirəm, könül xoşluğu arzu edirəm, müəllifimizə dərin təşəkkür edirəm. Mənə sözü bu qədər dəyər verdiyi üçün və sizlərə təşəkkür edirəm. Bəlkə də yenə deyirəm, sözümdə hər hansı bir uyğunsuzluq oldu və bir də ki, müəllifin sonda bir fikri mənə o qədər kövrəklik gətirdi. Yəni, o sözləri ağlamadan dərk eləmək biraz çox çətindir. O bölüm məhz daşlı bulaq bölümü idi ki, o qədər kövrəlməmək, yəni o hissəni oxuyanda kövrəlməmək qeyri-mümkündür. İnanıram ki, biz o torpaqlara ayağımız dəyəcək Allahın izni ilə. Necə ki, bu torpaqlara ayağımız dəydi, Qarabağa ayağımız dəydi. İnanırıq ki, o torpaqlara da ayağımız dəyəcək. Bəlkə də müəllif demişkən, bəlkə də biz bir xəyal qırıqlığına uğrayacağıq. Oranı görəndə fikirləşəcəyik ki, dəyərdimi bu qədər məsələ ilə? Amma bir söz var ki, ürək yanmasa, gözdən yaş çıxmaz. Məncə, bu həsrətidir bu müəllifi bu kitabı yazmağa vadar eləyən. İnanaq ki, müəllifimizə Allahdan can sağlığı arzu edirəm. Arzu edirəm, hər zaman belə qələmi iti olsun. Bir də, hörmətli ziyalılarımız, sizdən bunu təvəqqə edirəm, xahiş edirəm ki, bu kitabın, bir ərəfsə auditoriyasında deyil, daha geniş auditoriya yayılmasına dəstək olsunlar. Çünki bəzən biz televiziyada bu qırğınlarla bağlı nəsə bir şeylər eşidəndə çox təəssüf ki, öz kəndimizin adını biraz eşitmək, bilmirəm, mən eşitməmişəm bəlkə də. Bu baxımdan da məncə bu kitabın daha geniş auditoriya çıxmasına vəsilə olmaq məncə daha düzgündür. Çox sağ olun, hər birinizə könül xoşluğu, can sağlığı arzu edirəm. Minnətdaram, çox sağ olun.